Bugün ümumi tekrar ile işleyeceğiz. Mən baş kaç saat olacaq? 1 saat, 2 saat. 1 saat çox güman ki. Yaxşı. Çünki 2 saatin yeri yoxdur, yorulacaqsınız. Ümumiyyətlə 1 saatda bildiyiniz şeyləri xatırlasınız yetərlidir. Bugünkü işimiz ümumi tekrar. Keçmişdi xətti algoritmləri, if, else və for dövr operatoru. Ona uyğun bir neçə tapşırıq tapmağa cəhd göstərək. Buradan məsələn algoritm S ilə for eyni anda if təkrarlaması eləyə bilərik. Məsələn, deməli, tapşırığımız olsun. Tapşırığımız olsun. 5-ci. 3 rəqəmli ədədlərdən 7 və 8-ə bölünən ədədlərin cəmini tapın. Bunu mən yazıram, sonra önündəkiləri sərbəst tapşırıq kimi siz yazacaqsınız. Deməli, bunları düzəldək. 3 rəqəmli ədədlərdən 7 və 8-ə bölünən ədədlərin cəmi. 3 rəqəmli ədədləri tapmaq üçün bizim for dövrünə ehtiyacımız olacaq. Mən Python açmışam. Online ayda bunu düzəldə bilərik buradan. Proqramlaşdırma dilini səhv açmışsınızsa, saytda onun yeri var. Ən son versiyaya qoysaz işinizi görəcək. Deməli, birinci iostream Altun, include iostream nə deməkdir? Altun. Həmən. Burada 3 nömrəli sətirdə yazılan söz nə mənaya gəlirdi? Yunis. Müəllim, orada include our stream mən daxil olmaq, o isə mən output-la input idi, müəllim. Biri Düz. daxil Input, etmək, biri output çıxış etmək. deməkdir. Doğrudur. Include sözünü necə başa düşməliydik? Include müəllim. Include onu qoşmaq, əlavə etmək deməkdir. Kodumuza əlavə bir kitabxana qoşanda da include sözündən istifadə etməliyik. Gələcəkdə SMS, string kitabxanalarını keçəcəyik. Həmin o kitabxanaları da include sözü ilə qoşacağıq. Doğrudur. Sonra Daxil deməkdir. necə? Nədən deyə bilərsən nəsə? iostream sözündə input mənasına gəlir. Input daxil etməyə imkan yaradır. Yəni bu iostream yazmışıq deyə rana basıb nəyisə daxil eləyə bilirik. O output mənasına gəlir. Output isə xaric etmək, çap etmək deməkdir. Include sözü isə qoşmaq, birləşdirmək mənasına gəlir. Yəni bu iostream kitabxanasını kodumuza əlavə etdi. O mənaya gəlir. Full ad using namespace std bu hissə nə iş görürdü? Müəllim, orada cümlənin sonlarında tək-tək std yazmırdıq da. Aha, düzdür. Yəni əlavə olaraq Müəllim şey mənasını gəldi. Elə bil ki, bir var hərəsinin axırında ST yazma, bir də var ki, elə bil ki, başdan yazılsın da ST-ni. Yəni STD-siz sadəcə operatorları yazmağa imkan verir, düzdür.
Using namespace STD adlar sistemini istifadə etməyə kömək edir bizə. STD bunu yazmasaq, saytı sadəcə elə belə açanda bu hissə olmadan gəlir. Bu olmasa biz hər bir operatorun, hər bir funksiyanın önünə STD yazmağa məcburuq. Deməli, indi for dövrünün yazılışını kim xatırladar mənə? Foru necə yazmalıydıq? Kimisə yadındadırmı? Mənim necə yəni? For dövrünün yazılışı var idi. Keçmişdik for dövrünü. Onu kimsə xatırlayırsa, mənə xatırlatsın. Mən də burada yazım nümunəni. Sonra onun içərisində if istifadə etməliyik. Mənim bir şey yanımdadır ki, müəllim. Hə, buyur Yunus, sözünü bitir. Hə. Mənim orada bir şey yanımdadır ki, biz bir də məsələlər eləmişdik. Mənim E++ qoyurduq, tək-tək artırdı. Aha, E, bəli. ya da- Elə forun içərisində E++ edirdik. Hə. Forda məsələn içində int i yazırdıq. Sonra məsələn mötərizədə i böyükdür işarəsi 13, sonra nöqtəli vergül i++. Bu mənim şey idi, değil mi? Tək-tək artım idi. Sonra biz 2-2 artımı keçmişdik. Onlar yanındadır mənim. Qəşəng, əla, düppədüz. Mən də elə onu soruşurdum. Deməli, for int i kiçikdir, məsələn 100. Biz nə istəyirdik? 3 rəqəmlilər istəyirdik. Bunu sual verib birlikdə müzakirə eləyərik. Hələ ki belə yazdım. Deməli, məsələn, olsun cout i. Cout i ilə biz baxacağıq görək 3 rəqəmliləri verirmi? İndi sual. Mənə bütün 3 rəqəmlilər lazımdır. Mən bu forun içərisini necə dəyişməliyəm ki, əlimin altında bütün 3 rəqəmlilər olsun? Nemət? Bir dənə deyərdim mən. Forun, bax, bizə məsələdə 3 rəqəmli ədədlər lazımdır. 3 rəqəmli ədədlər riyazi qaydada hardan başlayır, harda bitir? 100-dən böyük ədəd olan ədədlər 999-a kimi. Sakit. Sual Mənim kimə vermişəmsə o fikrini bildirsin, sonra sizdən də soruşacağım, narahat olmayınız. Nemət? Müəllim, biz burada elə bil ki, birinci i-nin qabağında 3-dən başlayırdı ya, birinci i-nin qabağında 3 qoymalıydı. Ondan sonra məsələn, hansı rəqəmdə bitməyini istəyiriksə, məsələn ki, 99. 99-da bitməyini istəyiriksə, 99 qoyuruq ikinci i-nin qabağına. Sonra orada C++'ın qabağına da ki, daha doğrusu ++'ın qabağına da ki, 3 qoysaq, o 3 artacaq, 2 artacaq falan. Orada 3 qoymaq lazımdır ki, ədədlərimiz 3 artsın. Başlanğıc ədədindəki 3 qoymalı ki, 3-dən başlasın 3 atmağa. Soruşmaq ayıb olmasa, niyə 3 artır, ədədlərimiz niyə 3-dən başlayır? Siz deməz. 3 Siz yüksək- rəqəmli ədəd, yəni 123, 925 tipli ədəd o mənada. Eybi yox. Kənan Zamanov, sənin fikrini dinləyək. Mən bütün üç rəqəmləri şey eləmək, mən i-yə ilk öncə mən ən balaca 3 rəqəmini qoyuruq 100. Aha. Bir də o birisində isə i balacadır 1000 qoyuruq ki, bütün 3 rəqəmlər olsun. Düppədüz, əla. I kiçikdir 1000, niyə qoyuruq? 1000 axı 4 rəqəmlidir. Mən çünki 1000 zaten sayılmayacaqdı orada. 999-a qədər olacaq. Əla. Təşəkkür edirəm. Deməli, elə i++'ı da qoyuruq ki, Nemətin dediyi kimi bir artsın. Nemət ya da kimsə demişdi bir artdığını, Yonis idi deyəsən. Deməli, baxaq. 999-da bitdi, Kənanın izah etdiyi kimi. Yuxarı qalxa bilmədik. Baxaq, indi hardan başlayır? Yuxarı qalxarıq. 100-dən başlayır, 999-a qədər gedir. Doğrudur. Bütün 3 rəqəmli ədədlər bizim qarşımızdadır. Biz onları əldə edə bilirik. İndi işimiz həmin ədədlərdən 7 və 8-ə bölünənləri seçməkdir. Yoldaşlar, məsələdə bizə 7 və 8 deyir. Bu 7-yə və 8-ə bölünməni necə seçirik?
Müəllim 7 və 8-ə bölünmək üçün orada mənim i-nin üstündə eləyirik də. i plus plus yox. Məsələn, i 8-ə və ya 7-yə bölünmə. E, biz mənim keçən dəfə 2-də eləmişdik. Onu mənim 8 və 7-də uyğuluyoruz da. Mhm. Deməli bir də Müəllim və deyir, yoxsa və ya deyir? və deyir. Kim idi danışan? Hə, Mehriban. Və deməyinin və yaxud da və ya deməyinin fərqi varmı? Varsa necə? Müəllim və deyirsə həm 8-ə, həm də 7-yə bölünməlidir. Və ya deyirsə həm 7-yə bölünən ədədlər ola bilər, həm də 8-ə bölünən ədədlər ola bilər. Aha, okey. Bəs bu və ya olub olmaması kod yazdığımızda nəsə fərq eləyirmi? Müəllim, məncə hə eləyir yəni. Necə? Müəllim və deyirsə, yəni biz elə bir kod yazmalıyıq ki, həm 7-yə, həm 8-ə bölünsün, yəni qallıq alınmasın 7-yə və 8-ə bölünəndə. Amma və ya deyirsə, elə bil 7-yə bölünəndə 7-yə tam bölünsün, amma 8-ə bölünəndə qallıq da alına bilər. 8-ə tam bölünsün, amma 7-yə bölünəndə qallıq da alına bilər, elə bir şey. Düzdür, amma tam cavab deyil. Bir də baxın, mən sizə belə bir şey keçmişəmmi? Keçməliyəm axı if bitibsə. Mən bilən keçməliyəm, yoxsa bitmişikmi? Görəsən belə bir şey. If bitib axı. Mənim orada i qoyursuq, i-nin nə mənası var? i-nin yerinə x də olar, a da olar, b də olar, onun fərqi yoxdur. Amma Yəni bir dəyişmə. qayda olaraq i yazılması, belə deyək də, riyaziyyatda necə s bərabərdir vt, bu bir qayda kimi götürüblər də, v ilə sürəti, v ilə riyaziyyatda da sürəti işarə edirlər, fizikada da. Bu da belə bir şeydir. i üçün qayda götürüblər ki, for i in range, for dövrü yazanda və while da həmçinin i ədədindən istifadə edirlər. C++-da olsun, istərsə də şeydə olsun, neydi adı, Python'da olsun. Hər ikisində i-dən istifadə edirlər, sadəcə bir qaydadır. Onun yerinə silib x də yaza bilərsiniz, a da yaza bilərsiniz, onun bir fərqi yoxdur. Deməli, canım balalarım, mən sizə nə demək istəyirdim? If-in qabağında mötərizə. Bizə 7 və 8-ə bölünməlidir. İndi sual, bizim ədədimiz 7-yə tam bölünməyini şərt kimi necə göstərə bilərəm? Bunu dəqiq bilməlisiniz. Yəni, bu tip bir şeyi keçmişik. Müəllim, Mən i faiz 7 qoyuruq. i faiz 7, düzdür. Kənan bərabərdir, nə olmalıdır? 0-a. Bərabər 0 olmalıdır, doğrudur. Bilal, sən nəsə deyirdin oğlum, fikrini tamam. müəllim, düz dedi. Okey, tamam. Deməli, and və or operatorları keçmişdik sizinlə. And, or və not. Bunlar nə işə yarayırdı? Müəllim, mən o tam başa düşməmişdim, müəllim. Müəllim, and və deməkdir, or və ya deməkdir. Yəni deyim mənim yoxsa De. yəni məsələn əgər iki şərtin arasına and qoysaq, hər ikisi eyni zamanda olmalıdır. İki şərtin arasına or qoysaq, biri bir ola bilər, biri olmaya da bilər, yəni. Not qoysaq şərtin qabağına, deməli o şərt yəni olmamalıdır. Əksi Kimi bir şey. olmalıdır, belə. Hə, elə. Təşəkkür edirəm. Cümlədə də məsələmizdə əgər və istifadə edilibsə, 7-yə və 8-ə bölünməni istəyirsə bizdən and istifadə edəcəyik. 7-yə və ya 8-ə bölünən ədədləri seçdirsə bizə, biz orada or istifadə edəcəyik. Və yaxud da məsələn deyə bilər ki, 7-yə bölünməyən ədədləri seç. 7-yə bölünmə qaydasını yazırıq, qabağına not atırıq. Bu olur 7-yə bölünməyən ədədlər. Deməli, bizim bu forun içərisində biz bütün 3 rəqəmli ədədlər aralığını yazdıq. Yəni 100-dən 999-a qədər. Həmin bu ədədlərin hamısına biz i ilə müraciət edəcəyik. Yəni bu 100-dən 999-a qədər ədədlərin hər birisinə
birinə x, birinə y ayrı-ayrı yaza bilmirik. Deməli, hamısına bir dəyişən ilə müraciət etmək lazımdır. Forun içərisində biz i yazmışıq deyə, deməli, 100-dən 999-a qədər bütün ədədlərimiz i adlanacaq. Həmin bu ədədlərimizin 7-yə bölünüb bölünmədiyini yoxlamaq üçün i faizli bölmə 7 faizli bölmə 7 bərabərdir 0. Məsələmizdə və istifadə olunub deyə şərtin arasına ən atıram ən i faizli bölmə 8 bərabərdir 0. Əgər bu ödənilirsə, bəzəkli mötərizələr, bu ödənilirsə, hələ ki out i eləyək, görək bu ədədlərə yetişə bilirikmi? Baxaq. Eyni anda 7-yə və 8-ə bölünən ilk ədədimiz 112 imiş. 112 və düz 952-yə qədər bizə ədədləri çapa verib. İndi biz ədədlərin cəmini sizinlə tapmışıqmı görəsən, yadımda deyilik. Forda nə işlər görmüşük? Bir dən baxın. For. Nərgiz qəşəng PDF-dən atmışdı mənə. O yazıbsa əgər elə bir şeyi, məncə etmişik dərsdə. Nərgiz xanım. Bu for idi, hə, qəşəng. Bu qədər adam içərisində dediyim qayda ilə tapşırıq atan təkcə Nərgizdir bu arada. Təşəkkür edirəm. Deməli, hə, onu keçməmişik onda. And orluq da çox tapşırıq yoxdur burada. Hə, okey. Mən ən doğru siz PDF-lə atmışdınız. Deməli, Yəni dərsdə bilirsən. burada nə baş verir? Hər dövr üçün bir ədədi götürür, gəlir yoxlayır. Məsələn, birinci dövrdə 100 ədədini götürür, gəlir yoxlayır. 107-yə qalıqsız bölünürmü? Yox. Bu hissədən false çıxır nəticə. 108-ə qalıqsız bölünürmü? Yox. Buradan da false çıxır. Əndə hər ikisi false olduğu üçün o ədədi çapa vermir. Sonra gəlib çatır 112-yə. 112-ni yoxlayır. 7-yə bölünürmü? Bəli. True gəlir bu hissədən. 112 8-ə qalıqsız bölünürmü? Bəli, buradan da true gəlir. And olanda hər ikisi doğru olarsa, düşüb bu hissədə həmin ədədi çap eləyəcək. Amma məsələn, bundan sonra tutaq ki, 116 ədədi. Bir dən baxaq, 116 ədədi 8-ə bölünürmü? 116. Yox, 120. Hansı ədəd bölünür? 100 neçə? 104. 108. Ağıma gəlmir. 8. Neyse. Növbəti ədədimiz 113-dür. 113-dən yoxlayır 7-yə qalıqsız bölünürmü? Xeyr. 8-ə qalıqsız bölünürmü? Xeyr. Hər ikisindən false aldı. And olduğu üçün də ümumiyyətlə bu hissəyə düşə bilmədi. Deməli, hər dövr üçün bunu yoxlayır və müəyyən bir nəticəni bizə verir. Biz buradan bu tapşırıqda bölünən eyni anda 7-yə və 8-ə bölünən ədədlərin cəmini də tapaq. Ədədlərin sayını da tapaq. Sayı. Bizdə burada məsələn çıxmışdı neçəsə ədəd. Baxın, durub bir-bir hesablamayacaq ki bu ədədləri. Bu ədədləri kod özü bizə desin ki,
eyni anda 7-yə və 8-ə bölünən ədədlər müəyyən nə qədərsədir. Bunun üçün biz sayğac adlanan bir dəyişən daxil edəcəyik. Sayğac. Sayğac belə daxil edəcəyik. Deməli, biz bu sayğacı niyə daxil edirik? 7-yə və 8-ə bölünən ədədləri sayması üçün. Deməli, neysə sayırsa o integer olacaq onun cavabı. Deməli, burada ədədi çapa versin. Sayğac bərabərdir. Sayğac üstə gəlsin 1. Burada düsturu yazdıq. Bu düsturda sayğac üstə gəl 1. İçəridəki sayğac hər dəfə köhnə qiyməti yadında saxlayır. Bu sayğacı isə bizim üçün yeni qiymət yaradır. Bunu ayrıca lövhədə həll edib göstərəcəm sizə necə baş verdiyini. Əgər mən forun daxilində hər hansısa bir düstur yazıramsa, onun önündə fordan əvvəl həmin o düstur üçün ilk qiymət yazmalıyam. Əgər mən dövrün içərisində nə isə sayıramsa, dövrdən qabaq onun qiyməti nə qədər olmalıdır? Hə, uşaqlar? 0. 0 olmalıdır, bəli. Int, bizim sayğacımız integer olduğu üçün, çünki ədəddir. Sayğac. İlk qiyməti 0-dır. Dövrdən öncəki qiyməti 0-dır. Sonra düstur ilə deyəndə forun daxilində düstur hesablanır. Sonra dövrdən çıxaraq, yəni if-in mötərizəsini keçirik, forun mötərizəsini keçirik, burada baxırıq. Cout. Burada bərbəzək ataq. Uyğun ədəd sayı boşa nöqtə. Sonra məsələn boşluq ataq. Boşluq ehtiyac yox deyəsinlər. Sayğac çap etdik və endl yazaq. Baxaq. Baxın, bizə ədədlərin hamısını verdi, çünki bu ədədlərin çap olunma hissəsini biz dövrün daxilində yazmışıq. Ümumi ədəd sayını isə bütün dövr boyunca saydı və ən son nəticəni 16 ədəd olduğunu bizə dövrün çölündə nəticə kimi vermiş oldu. Bu belə. Hə, bunu indi sizə lövhədə algoritmi həll etdiyimiz formada həll edim. Bu düsturun mənasını daha yaxşı başa düşəcəksiniz o vaxtı. Mən orada cəmin tapın deyil. Yox, ədədlərin cəmini tapın deyil. Bilirəm. Mən hələ ki ədədlərin sayını tapıram. Növbəti pillədə onu da tapacağam. Yaxşı. Ədədlərin sayı da ayrı bir düsturdur. Həmin düsturu başa düşsək, cəm düsturunu daha yaxşı başa düşəcəyik. Deməli, möhtərəm lövhəmizi açdıq. Misalımız. Deməli, misalımız belə idi. For 100-dən 1000-ə qədər gedir. Eyni anda 7-yə və 8-ə bölünənləri tapmalıydıq. Bunun müəyyən qədər algoritmini qurmağa cəhd göstərək. Başlanğıc. Burada nə daxil edilir? Məsələn, sayğac daxil edilir. Integerin i olduğu da daxil edilir. Burada məsələn, belə bir şey olmalıdır. İ'miz gedir 100-dən 999-a qədər və üstündə belə bir xətt. Bu nə deməkdir? I 100-dən 999-a qədər gedir. Burada 1000 olmalıdır əslində. Axırıncı qiyməti götürmür. Daha sonra şərt qoyuruq. I faizli bölmə 7 bərabərdir 0, n
i faizli bölme 8 bərabərdir 0. Əgər hədirsə, burada nəsə baş verir. Yoxdursa neyinir? Yoxdursa bu hissəyə qayıtmalıdır, növbəti ədəd götürməlidir. Yoxdursa bu hissəyə qayıdır, növbəti i-ni götürüb yenidən yoxlamalıdır. Yəni şərtimiz uyğun gəlmirsə, məsələn 100-ə şərt uyğun gəlmir, yox hissəsinə keçir. Gedir 101 ədədini götürür, gəlir yoxlayır, düz 112-yə çatana qədər. 112 ödənir 112-də. Hə hissəsinə keçir və müəyyən düstur hesablamaları edir. Biz burada nə yazmışıq? Cout i yazmışıq. O səbəblə burada i-ni çapa veririk birinci. Bu çap bloku paralelogram. Paralelogram həm daxil etmə, həm də xaric etmə blokudur, xatırlatma üçün deyim. Daha sonra burada düstur hesablanır. Hesablanma blokumuz isə düz bucaqlıdır. Burada biraz aşağı salın. İ'dən sonra hesablama blokumuz var. Burada sayğac bərabərdir. Sayğac üstə gəlsin 1. Çünki say tapırıq. Burada üstə gəl i'lərə ehtiyac yoxdur. Daha sonra bunu hesabladıq. Sonra dövrümüz bitəndə ümumi nəticə kimi buradan gəlir. Bu düsturu qıraqda yazım, qarışmasın. Deməli, hesablama bloku buradan başlayır. Sayğacı S bərabərdir. S üstə gəl 1 yazacağım hələ ki. Çünki bura yerləşmir. Sonra indi sual oluna bilər ki, yoxdan mı gəlməlidir bu xət, yoxsa buradan mı? Buradan düşəcək. Çünki burada ən son. Yox olanda buradan qaydırdı. Hə olanda ən son bu hissəyə getməlidir. Və buradan da bu ödənilirsə, ən son nəticə olaraq bizə S-i çapa verir sayğacı. Və neyir? Burada yerləşdirə bilmədik. Və son. Bu olur bizim blok sxemimiz. Bizim kodumuzun blok sxemi. Yazdığımız bu kodun. Yox yazmışsın. Amma orada 90 100 ola bilər. Axı 100 də 3 rəqəmlidir. Bizə 3 rəqəmli lazım deyil axı. Şərtimizə uyğun olan 3 rəqəmli lazımdır. 100 7-yə və 8-ə qalıqsız bölünmür axı. Eyni anda. Eyni anda elə bir ədəd seçməliyik ki, ənd var deyə. Eyni anda həmin 3 rəqəmli ədəd 7-yə də bölünməlidir qalıqsız. 8-ə də bölünməlidir. 100 ödənmir. İlk ödənilən ədəd 112 idi. O səbəblə dedim ki, 100 olanda yox edib şeyə qayıdır. i hissəsindən növbəti ədədi seçməyə qayıdır. Bu belə, bu bizim blok sxemimiz. Bunun həm də pillə-pillə həllini göstərəcəm sizə. Axıra qədər gedə bilməyəcəyik, çünki əslində 16 ədəd var, amma yenə də çoxdur dövr sayı. Birinci dövr. i bərabərdir 100. Yəni int i bərabərdir 100 olduğu üçün ilk dövrdə 100-ü götürür, yoxlayır. Şərtimiz nə idi? i faizli bölmə 7 bərabərdir 0. i faizli bölmə 8 bərabərdir 0. 100 7-yə qalıqsız bölünürmü? Xeyr, bu ödənmədi. 100 8-ə qalıqsız bölünürmü? 100 8-ə qalıqsız bölünürdümü? Hə yoldaşlar? Xeyr müəllim. Bölünmürdü. Bu da belə x. Birinci ödənmədi. Baxıram ikinciyə. i bərabərdir 101. 101 onsuz da tək ədəddir. Bu dəqiq bölünməyəcək. 101 7-yə yenə bölünmür. 101 8-ə yenə qalıqsız bölünmür. İlk ədədimiz kodun göstərdiyinə əsaslanaraq ilk ədədimiz idi
112. İndi sual. Mən burada %1 yazdım. 112-də niyə 13 yazdım sizcə? Yəni mənim 13-cü hesablamamız idi bu. Bəli, burada ədəd sıfırdan başlayır deyə 112-yə çatdığımızda 13-cü hesablama olur ona görə. İ ədədi 112 olanda 112 elə buradan görək gözümüz aydın görsün. 112 bölünsün 7 bərabərdir 16. Tam bölündü. 112 bölünsün 8 bərabərdir 14. Bu da tam bölündü. 112 7-yə də 8-ə də qalıqsız bölünür. Yəni kodumuzdan bizə true gəlir. True gəlirsə orada biz ədədimizi çapa veririk və sayğac 0 idi. Sayğac olur həmin dövrdə 1. Sayğac bərabərdir. Onu burada yazın. Sayğac bərabərdir. Sayğac üstəgəl 1 idi. Sayğacın bu hissə köhnə qiymətə cavabdehdir. İçəridə, düsturumuzun içərisindəki hissə köhnə qiymətə cavabdehdir. Bu düsturdan əvvəldə olan hər bir şey köhnə qiymət adlanır. Birinci dövr bitəndə, ikinci dövrdə ən son sayğacın qiyməti nə olubsa, o qiymət köhnə qiymət sayılır. Yəni, əvvəlki dövrdəki qiymətlərə baxılmalıdır, onu deməyə çalışıram. Bizim üçün ilk şərt 112-də ödəndiyi üçün sayğacın hələ ki köhnə qiyməti 0-dır. 0 üstəgəl 1 bərabərdir 1. Sayğac olur 1. Artıq növbəti ədədə çatanda, baxaq görək hansı idi ədəd. Qoda qaydaq. Deməli, növbəti ədədimiz 168-dir. Artıq bizim i'miz 168 hesablamasını eləyəndə sayğacımızı biz 1 götürəcəyik. Bu belə, bu qısa bir kodun hesablanmasıdır. Bir dənə 168 olan versiyası üçün də hesablayım. i'miz 112 üçün hesabladıq, ədədi çapa verdik və sayğacımız oldu 1. i'miz gəldik çatdıq 168-ə. Bunun özünü çapa verdik və düsturu hesablayırıq. Sayğac bərabərdir sayğac üstə gəlsin 1. Yenə xatırladıram. İçəridəki sayğac sözü köhnə qiyməti saxlayır. Yəni, gətirib əvvəlki qiymət hansı idi? 1 idi. Gətirib bu 1-i o sözün yerinə yazacağıq. Çöldəki, belə deyək, düsturun adı olan sayğacı isə hər dövr üçün bizə yeni qiymət yaradır. Bərabərdir. Sayğacın köhnə qiyməti nə idi? 1. Üstəgəl 1 bərabərdir 2. Artıq 168 olanda ədədimiz sayğacın qiyməti oldu 2. Niyə? Çünki uyğun gələn 2 ədədi tapmış olduq. Beləcə düz 16 ədədi hesablayana qədər hər bir pillədə bir-bir bu ədədləri çapa verir. Eyni qaydada sayğacı da artırır. Bu belə. Məsələ haqqında sualınız hansı isə aydındır? Müəllim, biz cəmini eləyəcəyik. Onu necə eləyəcəyik? Eşitmədim bala, bir dənə də təkrarla. Müəllim, siz deyirsə müəllim, bunu bitirəndən sonra cəmini də göstərəcəm. Mən cəmini necə eləyəcəyik? Aha, cəm də göstərirəm. Okay. Deməli, cəm üçün də bu düstura oxşar bir düstur lazımdır. Cəm bərabərdir, cəm üstəgəl i. Niyə i olur burada? Çünki bizim uyğun gələn ədədlərimizin cəmini hesablayırıq. O səbəbdən bu içəridəki cəm köhnə qiyməti saxlayacaq. Düsturun adı olan cəm hər dövr üçün yeni qiymət yaradır. Bu i isə
Koyduğumuz şərtə uyğun ədədləri bir-bir düstur ilə bizim üçün toplayacaq. Əgər biz forun daxilində düstur yazmışıqsa, fordan öncə bu düstur üçün sıfırıncı qiymət, ilk qiymət təyin etməliyik. İndi sizcə, əgər biz nəyinsə cəmini hesablayırıqsa, dövrdən öncə onun ilk qiyməti nə olmalıdır? Sıfır. 0 olmalıdır. İndi bu cəm hesablayıramsa, mən burada o cəm dəyişənini necə təyin edeyim? String kimi təyin edeyim, float kimi, yoxsa integer kimi? Integer. Integer. Bəli. Integer cəm bərabərdir 0. İndi sual, əgər biz eyni misal üzərində 3 rəqəmli ədədlərin hasilini tapsaq, hasil üçün ilk qiymət nəyə bərabər olmalıdır? Əgər cəmi yox, hasili tapırıqsa. Hə, uşaqlar? Onda hasil olacaq. Hasil bərabərdir, hasil vur i olacaq düsturumuz, bəli. Bəs burada int cəm 0 göstərdik. 1 müəllim. Nə olacaq? 1 olacaq cəm. Bir müəllim. Mən çünki Mənim sıfıra vura bilən sıfır olacaqdı. Bəli, əgər 0 qoysaq, bütün dövr boyunca həmin o 0 ədədini 3 rəqəmli ədədlərimizə vuracaq, ən sonda 0 alacaq nəticəni. Hasil olduğu üçün ilk qiymətimizi biz 1 qoymalıyıq. Əla, doğrudur. Deməli, cəmimizi də hesabladıq. Cəmi də dövrdən çıxaraq çap edəcəyik. Niyə? Çünki əgər dövrün daxilində bunun altında mən cout yazsam, hər dövr üçün cəmimizi hesablayır, hər dövr üçün bizə nəticəni verir. Amma bizə nə lazımdır? Şərtimizə uyğun olan bütün ədədləri toplasın, ən sonda tək bir nəticəni versin. Yəni, ən sonda nə aldıqsa onu versin. Deməli, dövrdən çıxdıq. Bu cout'un altında cout ümumi cəm boşa nöqtə və cəm adlı bir dəyişən və indi baxaq. Ne eləmişəm? Hə, burada nöqtəli virgül yazmamışam. Baxırıq. Ədədlərimiz var. Bütün ədədlərimizi çap edir, çünki biz cout i-ni dövrün daxilində yazmışıq. Uyğun ədəd sayı 16, çünki ən son sayğac ilə hamısını tək-tək saydı və dövrdən çıxaraq yazdığımız üçün ən son nəticəni bizə verdi. Ümumi cəm 8512 və bunu da dövrdən çöldə yazdığımız üçün tək bir qiymət verdi. İndi baxın, eyni şeyi dövrün içərisində yazın, fərqi görün. Baxın, hər dövr üçün hesablayır. İlk ədədimiz 112 idi, hesabladı 112 etdi. İkinci 112-də var, 168-də var. Topladı 280 verdi. Artıq üçüncü dövrdə 112-də, 168-də, 224-də var. Hamısını topladı, etdi cəm 504. Düz axıra qədər. Ona görə biz burada yazmırıq ki, ən son nəticəni bizə versin. Bu belə. Misal haqqında sualınız varmı? Mən deyirdim ki, orada sayğac bərabərcə sayğac üstə gəlsin 1 niyə yazmısınız? Bizim bu şərtimizi ödəyən ədədlərimizi saysın deyə. Çünki mən burada nəticədə çıxan ədədlər var. Bir dənə bunu yenidən run verim. Bax Altun, burada çıxan ədədlər var. Mən bunu əl ilə saymaq istəmirəm. Mən istəyirəm ki, qoyduğum şərtə uyğun ədədləri saysın, ən sonda desin ki, sənin şərtin üçün 16 ədədin var, 26 ədədin var və s. Bu sayğacı ona görə yazmışıq. Nəyisə saysın deyə. Şərt qoymuşam. Möhtərəm keyfim eyni anda 7-yə və 8-ə bölünən ədədlər istəyir. Okey.
həmin ədədləri çapa verdik. Mən axı onların sayını da bilmək istəyirəm. Sayını bilməyim üçün də bu düsturu yazmışıq. Sayğacın yerinə uşaqlar n bərabərdir n üstəgəl 1 də yazılır. Yəni bunun bir fərqi yoxdur. Gəlib burada n dəyişirsiniz, çap edəndə də burada n yazırsınız, olur bitir. Yəni onun mütləq sayğac olmalıdır deyə bir qanunu yoxdur. Sadəcə olaraq həm dəyişən adını işinə uyğun qoyuram ki, daha yaxşı yadımızda qalsın. Cəmdə də oxşar qayda. Cəmdə məsələ misalda adətən s ilə göstərilir və yaxud da sum sözü ilə. Sum ingilis dilində summary sözündəndir, summary cəm deməkdir. S və yaxud da sum. Bu iki formada testlərdə, məsələ misalda qarşınıza çıxa bilər. Yəni bu dəyişən adlarını möhtərəm keyfimizə uyğun seçirik. Onun mütləq budur deyə bir qaydası yoxdur. Lap burada forun içərisində i istəmədiniz, a istədiniz. Dəyişib eləyirsiniz a. Bu belə. Növbəti sual. Sual yoxdursa, Bunlar tapşırıq verirsiniz. verirəm tapşırığı. Narahat olmayınız. Deməli, bunu qrupa atıb